Salam, xoş gördük dostlar. Vaşinqtondan sizə maraqlı bir şad xəbəri çatdırmaq istəyirəm. Nəhayət prezidenti tutdular və hal-hazırda həbs qəti imkan tədbiri barəsində seçiblər. Artıq TR-dədir. Yolu da Haqaya doğrudur. Gözünüz aydın bir daha. Bu sözləri mən bütün bizim izləyicilərə ona görə çatdırıram ki, ürək dolusu sevinclə. Çünki prezidenti gec-tez qanun qarşısında mühakimə etmək özü böyük bir hadisədir və bir daha gözünüz aydın olsun. İndi də soruşarsınız ki, haranın prezidenti? Hansı prezidenti? Təəssüflər olsun ki, sizi sevindirə bilmərəm bundan artıq. Bu nə ABŞ-ın prezidenti Donald Trump'dır, bu da nə Rusiyanın prezidenti Vladimir Putin'dir, bu nə də Azərbaycan prezidenti İlham Əliyevdir və yaxud başqa bir prezident, misal üçün Lukashenko kimi və yaxud başqa bir avtoritar hökmdardır. Amma bugün başqa bir sabiq avtoritar hökmdar barədə danışırıq. Bu Rodrigo Duterte adında Filipinin sabiq prezidentidir. 2022-ci ilədək prezident olan bu şəxs son 3 ildə prezident olmasa da adı beynəlxalq mətbuatda dəfələrlə hallanaraq bildirilirdi ki, bugün və yaxud sabah onun başı ağrıyacaq və qanun qarşısında cavab verəcək. Çoxları bildirirdi ki, gec-tez onu elə öz ölkəsində tutacaqlar. Nəzərinizə çatdırım ki, bugün Duterte 2019-cu ilədək prezident olduğu dövrdə minlərlə insanı saxta narkotik istifadəsi ilə və yaxud narkotik yayılması ilə bağlı qanunsuz məhkəmə hökmü olmadan qətillərdə suçlu bilinərək məhz buna görə Haqa məhkəməsi, yəni BMT-nin o Beynəlxalq Kriminal Məhkəməsi tərəfindən tutularaq Haqaya aparılıbdır. Bunun üçün müvafiq təyyarə Haqadan gəlibdir. Duterte'ni Hong Kongdan Manilaya, Filipinin paytaxtına qayıdarkən elə qayıdan başı aeroportda saxladılar, təyyarəyə mindirdilər və yola saldılar Haqaya. Və hal-hazırda da maraqlı hadisələri izləyəcək ki, görək məhkəmədə nələr görünəcək. Amma görünən odur ki, artıq Filipin beynəlxalq məhkəməyə öz sabiq prezidentini təhvil verdi və bildirdi ki, bax, biz onu ölkədə mühakimə etmirik, biz onu xaricdə mühakimə edəcəyik və baxacağıq ki, qanun pozuntusuna yol veribsə, buyursun, beynəlxalq məhkəmə barəsində müvafiq hökmü çıxartsın. Kimsə deyə bilər ki, Emin, nəyə görə sevinirsən? Ona görə sevinirəm ki, bu bir daha bütün dövlət başçılarına sanki bir mesajdır. Yəni, gec-tez sizi tutacaqlar, ya öz ölkəmizdə, ya da başqa ölkədə və tutduğunuz vəzifədən asılı olmayaraq gec-tez mühakimə edə biləcəklər. Ona görə mənə elə gəlir ki, bu cür hadisələr nə qədər çox olacaqsa, bir o qədər də yaxşıdır ki, dövlət başçıları öz bildikləri kimi, öz istədikləri kimi at oynatmasınlar, qanun qarşısında sadə vətəndaşlarla özlərini bir tutsunlar. Eyni zamanda həmin sözlər şamil olunur Azərbaycan başçısı İlham Əliyevə. Sözsüz ki, Azərbaycan beynəlxalq məhkəmənin tərəfdaşı kimi Rom statusunu ratifikasiya etmədiyi üçün kimsə deyə bilər ki, Azərbaycanın buna nə aidiyyəti var. Amma bir çox beynəlxalq mexanizmlər var ki, bu və ya digər halda dövlət başçısı qanun qarşısında cavab verə bilir. Yəqin ki, heç kəs istisna etmir ki, gec-tez Azərbaycanda da demokratik qanun aliyinə söykənən bir sistem qurula bilər və belə bir sistem qurulanda da bütün cinayətləri törətmiş, vəzifəsindən asılı olmayaraq istənilən şəxslər qanun qarşısında cavab verməli olacaq. Bu həm ABŞ prezidentinə də şamil oluna bilər, istənilən demokratik dövlətin prezidentinə də şamil oluna bilər ki, bugün Sarkozy törətdiyi korrupsiya əməlinə görə, misal üçün müvafiq hökm
altında az qala ev dustaqlığını yaşayır və yaxud Parisdən harasa getməmək kimi ölçülərlə rastlaşıbdır. Azərbaycana aid onu deyə bilərik ki, əziz dostlar, bugün ən maraqlı hadisə odur ki, Duerte'nin tutulması istənilən halda İlham Əliyevi həyəcanlandıracaqdır. Çünki bugün hələlik İlham Əliyev 350-yə yaxın siyasi məhbusu tutmaqla dünya mətbuatının səhifələrindən düşmür. Amma zaman belə gətirə bilər ki, nə vaxtsa da bu videoya baxacaqsınız ki, hansısa törətdiyi əmələ görə, öz xalqına qarşı törətdiyi cinayətlərə görə və yaxud hansısa beynəlxalq korrupsiya əməlinə görə bu və digər şəkildə qanun qarşısında cavab verməli olacaqdır. Kimsə deyə bilər ki, Filippindən bizə nə? Təbii ki, Filippində də hər şey yaxşı deyil. Filippində Duerte'ni bugün tutan, vaxtı ikən Duerte'nin razılığı ilə elə siyasi, belə deyək də, davamçılığı qəbul edən və Duerte'nin qızını vitse-prezident edən Ferdinand Marcos adlı prezident olmuşdu. O hal-hazırda da prezidentdir. Marcos familiyası soyadı yəqin ki, çox tanış olmaya da bilər, amma köhnə nəsil nümayəndələrinə çox tanış olacaq ki, çünki bu Marcos Asiyada tanınan ən korrupsioner prezidentlərdən biri olub. Yəni hazırki prezidentin atası Marcos və onun anası Emil de Marcos Filippində senatordur. Zamanında 89-cu ilə kimi Filippində elə at oynadıblar ki, ölkədən o zamanki pulla hardasa 30-40 milyarda yaxın dolları pulu oğurlayaraq çıxartmışdılar o pulu xaricə və sonra bir uzun müddət hakimiyyətdə qalanı gedəndən sonra, siyasi mühacirətdən sonra qayıdıblar təzədən Filippinə. Hansı bu milli barışıqmı, buna bənzər bir belə deyək də, reallıq mövcud oldu Filippində ki, köhnə kleptokratlar, oğrular qayıdıblar hakimiyyətə və yenidən anası parlamentə seçilibdi, senata seçilibdi, oğlu da başlayıbdı siyasi karyeranı qurmağa və nəhayət 2022-ci ildə prezident oldu. Və prezident olanda da və vitse-prezident vəzifəsinə Duerte'nin qızını təyin edilibdi. Yəni ikisi də seçilibdi bu cür tandemdə. İndi isə zaman keçibdi. Bu belə deyək də naşükürlüyü açıq-aşkar etməmək məqsədi ilə Marcos götürübdü öz belə deyək də ondan öncəki prezidenti özü tutmayıbdı, amma məsələni, öz problemini öz əli ilə həll edibdi. Öz əli ilə yox, Haqa tribunalının faktiki olaraq əli ilə həll edir ki, yəni gəldi dedi ki, gəlin tutun. Onlar da gəldilər, tutdular və Duerte'ni apardılar. Yəni bu cür hadisələr baş verir. Təbii ki, bu işin də arxasında tam belə deyək də əminliklə deyə bilərik ki, siyasi qisasçılıq halı da var ki, o prezidenti təhvil veribdir ki, başını ağrıtmasın. Çünki Duerte hakimiyyətdən getsə də və qızı da vitse-prezidenti olsa da mövcud prezidentlə, Marcosla kəllə-kəlləyə yenə də gəlirdi, söz gücləşdirirdi və belə deyək də istəyirdi yenidən hakimiyyətə bəlkə də qayıtsın, amma bunu hiss edən Marcos, Ferdinand Marcos kiçik, junior məsələni həll edərək gəldi kişini, necə deyirlər ki, el arasında bagaja qoydu, təhvil verdi onu Filippindən birbaşa Haqaya, Hollandiyaya göndərdi. Məndə hələlik bu qədər. Bu xəbərlə bağlı çoxlu sayda materiallar dərc olunacaq bizim səhifəmizdə. Sizin fikirlərinizi bilmək istəyirik ki, Azərbaycanda da və yaxud başqa hansı prezidentləri törətdiyi cinayətə görə beynəlxalq mühakimə etməyə dəyər. Şərhlərinizi yazın, fikirlərinizi yazın və əsaslandırın fikirlərinizi. Mən də hələlik bu qədər. Bəyənin, paylaşın, bizi TikTokda, Instagramda, YouTube'da izləyin.
Vaşinqtondan mən Emin Hüseynov.